10 yanvar 2025-ci il Bakı büsə müraciət elədiyim işə düzəlmək üçün sürücülük vəsiqəmdə də bütün kateqoriyalar var. Mənə dedilər ki, 15-20 gün ərzində səni çağıracaq, imtahan verəcəksən. Üstündən bir ay keçdi, çağırmadılar. Yaxınlaşdım Bakı büsə, dedilər biraz sıxlıq var, çağıracaq səni. Üstündən bir ay keçdi, çağırmadılar, yenə də çağırmadılar. Yenə də yaxınlaşdım, eyni sözü dedilər mənə. Bir də 29 aprel 2025-ci il mənə zəng elədilər ki, Bakı büsə müraciət eləmişsən, iş üçün. Dedim, bəli, müraciət eləmişəm. Dedilər, neçə təvəllüdsən? Dedim, 1979 təvəllüdəm, 45 yaşım var. Dedilər, avtobus sürmüsən, avtobus işləmişsən. Dedim, avtobus işləməmişəm, başqa maşınlarda sürmüşəm də, işləmişəm, şəxsi maşınım da olub da. Dedilər, avtobus işləməmisənsə, əgər səni qəbul edə bilmərik. Sənin müraciəti və imtahan veririk. Çünki deyir, qanun dəyişilib. 5 il staj olmalıdır, 5 il ərzində avtobusda işləməlisən, avtobus sürməlisən, sonra səni getirək işə. İndi bu yaxınlarda televizorda baxıram, görəm qadınları kütləvi şəkildə işə dəvət edirlər avtobus sürmək üçün. Bu necə olur? Hazır işçiyəm, qəbul eləmirlər məni, deyirlər 5 il staj lazımdır. Ancaq qadınlarda hansında indi 5 il staj var? Hansı qadın bu 5 il ərzində avtobus sürüb?